Biz bəylər öz xaya sağlığımızı necə qoruya bilərik? Onun haqqında danışaq. İlk başda xayanın funksiyaları önəmlidir. Xayanın bizdə bəylərdə iki funksiyası var. Bir, testosteron ifrazıdır. İkincisi də spermanın orada düzəldilməsidir. Xaya mütləq dərəcədə soyuğu sevən bir orqandır. Yəni ona görə də bədənin xaricində incə bir kəsənin içərisində yerləşir ki, hər zaman optimal 34,5-35 yarımlıq temperaturlar olsun və optimal şəkildə işləsin. Bu bizdə bəylərin xaya sağlığını qoruması üçün önəmli bir informasiyadır. Çünki biz əgər tez-tez infeksiyalar keçiririksə və yaxud da temperaturumuz hər zaman uşaq vaxtlarında yüksək olursa, bizim bu xaya sağlığına ciddi miqdarda təsir edə bilər. Səbəb də ki, temperaturumuz yüksək olduğunda xayanın da temperaturu artıq yüksəlməyə başlayır və bu bizim testosteronumuza, spermin üretilməsinə ciddi miqdarda ziyanlar verir. İkincisi isə orada varikoselin olub-olmamasıdır. Əgər bəylərdə varikosel varsa və yaxud orada damarlarda artım varsa, mütləq dərəcədə araşdırılmalıdır. Çünki varikoseli xayalar normala görə təqribən 1 dərəcə daha çox isinməyə başlayır. Yəni maksimum 35 dərəcə olması gərəkən, 35,5 dərəcə olması gərəkən temperatur varikoseli xayada 36,5-lərə qədər artır və bu da xayanın artıq düzgün şəkildə işləməməsini gətirib çıxardır. Digər bir məfhum isə bizim tez-tez isti vannalarda və yaxud da saunalara gedib də orada bir növ xayamızı bişirməyimizdir. Yəni xaya nə qədər az istiyə məruz qalırsa, o qədər yaxşı işləmə tendensiyası göstərir. Bəylər hansı ki, tez-tez saunalara gedir və yaxud da isti şəkildə duş alırlar, vanlara girirlər, onların xayaları normala görə müəyyən qədər balaca olur. Çünki xaya dediyim kimi öz funksiyasını isti temperaturlarda itirə bilir. Siz bu dediklərimə, yəni xayanın temperaturunu optimal saxlayaraq öz kişi sağlamlığınızı, cinsi gücünüzü qoruya bilərsiniz.